Salam uşaqlar, hər birinizi salamlayıram. Bu günləri biz platformada şagird necə tapşırıqları yerinə yetirə bilər, platformadan necə yararlana bilər, onları sizinlə paylaşacağam. Deməli, əvvəlcə Google-a daxil oluruq. Burada axtarış hissəsində Aspire Learning App yazırıq. Axtarış hissəsinə yazan kimi çıxır. Birinci çıxan seçənəyə basırıq. Burada qeydiyyat hissəsi bizim üçün vacib deyil. Əsas daxil oldu. Daxil olaraq keçid edirik. Sizə verdiyimiz mail və şifrəni burada lazım olan hissəyə qeyd edirik. Mən indi öz profilimdən daxil olacağam. Siz öz profilinizdən daxil ola bilərsiniz. Eynən bu şəkildə. Deməli, öz səhifəmə daxil oldum. Sinif otaqları hissəsinə keçid edirəm. Belə platformaya baxa bilərsiniz. Onun strukturu nədən ibarətdir, nə kimi funksiyaları var, hansı kurslar var, riyaziyyatdan hansı siniflər üzrə materiallar var, necə kurikulum var falan. Bunlar qeyd olunub. Deməli, sinif otaqları hissəsinə keçid edirik. Burada, məsələn, Dilrubə Rəcəbova Hacıqabul 5. Mən bu sinifə daxil oluram. Müəllimə artıq sizin platformada da, sizin səhifənizdə də hazır şəkildə belə siniflər mövcuddur. Biz hamımızı əlavə eləmişik. Ev tapşırıqları hissə sinifin üstünə basan Dilrubə Rəcəbova Hacıqabul 5 üzərinə basan kimi ev tapşırıqları və test hissəsi görünür, bizim qarşımıza çıxır. Ev tapşırıq hissəsində məsələn müəllimə 3 dənə tapşırıq paylaşıb. Natural ədədlər, bax, hamısında natural ədədlərin içərisində eyni tapşırıq 2 dəfə paylaşılıb. Siz birini yazaraq yararlana bilərsiniz. Məsələn, əboba daxil olmaq istəyirəm mən. Qüvvətin anlayışı, əməllər sırası, tam hissə modelini qurmaqla məsələ həlli. Burada başlanğıc hissəsini basırıq. Deməli, ev tapşırığını davam etmək üçün videonun sonuna kimi baxın. Burada müəllimə videonu izləmədən birbaşa testə keçid etmək funksiyasını da aktivləşdirib. Bu skip video var. Onun üzərinə basıb birbaşa testə də keçid edə bilərsiniz. Videonu izləyə də bilərsiniz. Gəlin izləyək biraz. Salam əziz şagirdlər. Bugün biz sizinlə qüvvət anlayışı və əməllər sırası haqqında danışacağıq. Hazırsınızsa başlayaq. Tədqiqat sualları, qüvvət anlayışı və əməllər sırası, tapşırıqlar. Yəni uşaqlar, siz istəsəz baxa bilərsiniz videoya axırına kimi. Məsələn, o mövzunu başa düşməyibsinizsə və yaxud da həmin mövzuda müəyyən qədər bir boşluqlarınız varsa, videonu sonuna qədər izləyib, tam şəkildə dərk edib, daha sonra testə keçid edə bilərsiniz. Yox, əgər deyirsinizsə mən sinifdə dərsi yaxşı qavramışam, sadəcə testləri işləmək istəyirəm, birbaşa testə də keçid edə bilərsiniz. Bu da skip video sözünü basaraq olur. Deməli, birbaşa artıq testlərə keçdik. Burada testləri işarələyirik. Mən hal-hazırda elə-belə baxmadan seçirəm. Və cəhdlər hissəsində baxın, bir cəhdiniz var. Yəni, bu testi hansı şəkildə işləyirsinizsə, artıq bütün cavablar ona əsasən istifadə olunacaq. İkinci bir şansınız yoxdur. 20 dənə test olur hamısında, bütün mövzular üzrə. Təqdim edi sıxırıq, artıq tapşırıq göndərildi. Baxın, 17 suala səhv cavablandırıldı. Bu da çıxır və düzgün cavab nədir, səhv cavab hansıdır, bunu da görürük. Məsələn, bax, 9-cu sualı mən düz işləmişəm və düzgün cavab sizin cavabınız. İkisi də yanaşı olur. Əgər səhv olubsa, baxın, belə aralarında məsafə olur. Məsələn, mən düzgün cavab deyildi, mən B-ni işarələmişəm kimi. Bu da sizə qarışıqlıq yaratmasın, yəni. Belə. Tapşırıqlar bu şəkildə istifadə olunur.